Hörmətli milli qəhrəman ailələri, bacı qədər yaxın olan Fərimə xanım, Gözəl xanım, Sevil xanım, Zabit qardaşım, sizə çox sağ ol deyirəm. Bu tədbirdə iştirak edən bütün gözəl insanlara, hörmətli qonaqlara, öz ailəm adına, övladlarım adına, rəhbərin bacısı qardaşlarıma çox təşəkkür edirəm. Sağ olun, var olun. Bu işdə əmək olan hər kəsə yenə dönə sağ ol deyirəm. Qubadlı rayon icra hakimiyyəti, hörmətli, dəyərli Malik müəllim başda olmaqla, Qubadlı rayon icra işçiləri, Allahverdi müəllim, Sənan balam, Firman balam, əməyi çoxdur bu işdə. Allah onlardan razı olsun. Bugünkü gündə bizə dəyər verdiniz, bizi qürurlandırdınız, elə ki, şad edərsiniz bizi. Çünki bir söz var, deyim var. Deyirlər ki, şəhidlər vurulanda ölmürlər, unudulanda ölürlər. Bax, belə görünür ki, şəhidlər doğrudan da unudulmur. Allah sizdən razı olsun. 94-cü ildə ulu öndərimiz Heydər Əliyev, yeri cənnəti olsun, Xətai rayon icra hakimiyyətinə, Xətai rayon 2-4 orta məktəbə Ələkbər Əliyevin adını verdi. O gündən bugünə qədər çox yüksək səviyyədə Ələkbərin tədbirləri keçirir, bugünkü kimi. Direktorumuza sağ ol deyirəm. Nigar xanıma ayrıca təşəkkür var. Çünki onun gözəl çıxışları olur. Gözəl balaların üzündən öpürəm. Çox sağ olsun. Eləcə də Murad xanın məktəbi, hansı ki Ələkbər o məktəbi qutarıb, məktəbin direktoruna, orada iştirak edən tələbələrə, şahidlərə də öz təşəkkür bildirim. Hamınıza çox sağ ol deyirəm. Var olasınız. Qubadlı rayon icra hakimiyyəti, icra başçısı seçilərdə təkrar olmasını yenə deyirəm. Bir tədbir təşkil edərdi. Qubadlı sakinləri, şəhid ailələri, milli qəhrəmanları dəvət elədi ora və orada belə bir söz dedi ki, çox da mənim xoşuma gəldi. Dedi, Qubadlı, o vaxtda qaçqınlıq dövrüydü. Qubadlı rayonun cəmaatı hansı bölgədə, hansı kətdə, rayonda yaşamasına asılı olmayaraq, mən onların qəbul edib, onların dərs səhvində maraqlanmalıyım. Doğrudan da elədi. O vaxtdan bu vaxta qədər bilənlər bilir, Malik müəllim hər bir şəhid ailəsinin yanındadır. Yeni süfrələri ilə, bayram süfrələri ilə, iftar süfrəsi verə bilir. Bizə, necə deyim, can yandırır, belə deyərdim. Allah ondan razı olsun. Eləcə də Azərbaycan Milli Qəhrəmanlar Cəmiyyətinin sədri Elşən müəllim, mən hərdən oğlum da deyirəm ona, çünki o bizə gələndə 26 yaşı var idi. Belə bir ağır yükün altına girmək, şəhid ailələrinin o qəmli sifətini görmək, onlara səbr eləmək, onların hər bir nazını çəkən belə deyəm, nazını çəkmək, onların yanında olmaq, hər vaxt öz əməyini göstərir. Əlindən gələn nə varsa eləyibdir. Biraz həyəcanlıyam, üzr istəyirəm. Belə deyərdim ki, Ələkbər xoşbəxt bir şəhiddir, milli qəhrəmandır ki, həm Qubadlı, həm Xətai rayonu onu əzizləyir. Şəhidlərimizi hamımız sevirik, hamımız əzizləyir. Mən də Ələkbərin xanımı kimi bütün şəhid ailələri qarşısına baş əyirəm. Yəni, bilirəm ki, şəhid ailələrinin bir xoş sifət onlara nə qədər qürur verir. Hörmətli prezidentimiz İlham Əliyev cənablarına Allah ona can sağlığı versin. Sabah doğum günüdür. Biz də ailəmiz adına təbrik edirik, can sağlığı arzulayırıq, ailəsinə, övladlarına sağlıqlı uzun ömür arzulayırıq. Allah ömrünə bərəkət qalsın. Həmişə gözəl əməllərinə biz ailələri sevindirsin. Bir də şükür edirəm ki, nə yaxşı torpaqlarımız alındı. Həm də şükür edirəm ki, şəhidlərimizin qanı da alındı. Biz hamımız öz doğma kəndimizə getdik, ziyarət elədik. Yəni o yumruq, prezidentin yumruğu sayəsində. Allah hamımızdan razı olsun. Biraz çaşdım, biraz dolaşdım. Yenə də fikrimi bildirdim ki, biz çox istəyirik gözəl millətim, insanlar, canı yanım. Mən elə bilirəm ki, burada olan hamısı həm şəhidləri sevən, həm bizə hörmət edən dəyərli qonaqlar. Sizin hamınızla yenə ayrıca təşəkkür edirəm, çox sağ olun deyirəm. Var olun ki, bugün bizim yanımızda oldu. Həm sevindirdirsə, həm sevinçli günümüzə, qəmli günümüzə bizə təsəlli verdiniz. Sağ olun, var olun.
ürəyində vətən və dövlət sevgisi, damarında pak qanı olmayan insan qəhrəman ola bilməz. Qəhrəmanların əbədi var olsun Azərbaycan. İndi isə çıxış üçün söz veririk General-Leytenant Yaşar Aydəmirova. Buyurun. Vaktiniz hayır olsun. Bugün kahramanımızın babasına ben teşekkür ederim. Biz öğrenciden orada konuşuyorduk. Evler Türkçe'yle sohbet ederken bu vakıda olmuşam. 50 gün tanışam, tanıdım. Şöyle ben atam da milli kahramanım. 50 yarın tavrında olmuşum. Bir şekilde gösteriyorum. Bu vakti General-Leytenant Berşatlı'nın emriyle biz oraya gitmiştik. Yeni yaranan harbisiler kömeğiyle bir şekilde. Bu tavrı vermeye yaratmıştı. Ben orada gören nizam intizamı uzun müddet sonra görebilmedim. Biz rahmetli Geliyor Aliyev'den Batı'nın birçok kentlerini, Barıcı Bilgi'yle, Şahit Bilgi'yle, Yazı Düzü'nün Noğlu Seyitler, Melek Ulu Uşağı vesaire kentler geçti. Ben soruşum yerden ki bunlar bu harbi kayda kanunları hardan bilir? Telep beyler. Ben gibi istemiyorum sonra oradan Hasır öyle gittim. Orada Hatice Güven karşıladılar. Hamsın özlü beyik her maharet serkerdesi kim telep. Ancak bu batıda benden soruşum. Bu ne ter olmalı? Minamamı sahaya hangi şekilde olmalı? Kamadiller hangi şekilde emir vermeli? Müdafaa nece korunmalı? 125 kilometre arazini bu batının cemaati Eliyar Aliyev'in müdafayı müellimi bu rahmetli sayesinde ve diğer kahramanlıktan sayesinde saklayabilir. Bu batıda ben gurur gördüm. Bu batıda ben kahramanlık gördüm. Bu batıda çok yerde görebilmediğim nizam, intizamı gördüm. Eliyar Aliyev'in bir kelimesi var. Yaşar benim en büyük arzum birisi nedir? Dirim nedir? Bir tane kadro zabit olaydı, her mektep bitirmiş, batıdan bir zabit olaydı. Dedim Eliyar, Azerbaycan ordusunda 20. əsrdə en güçlü general-leytenantı, piyade general, tank kurşunlar komandanı Behşat Kubatlı ərazisi verir. Həmin il kömək elədi, 30'dan artıq zabitlər qəbul oldu, özlərinin kömək, mənim köməkliğimdən. Nümayiş Barkudarov'da, rahmetli Şükürov'da, Bilal İdris'in de akademide bu da okuyup ne de oldu. Ve başka zabit sahipler. Bu batıları ben belki de özüm doğduğum illerde aylara gelebilirim. Bu vatanı çok seviyorum. Niye? Çünkü ben orada çörek kesmişim. Çünkü ben orada gayret gördüm, namus gördüm. Hansı zabite askere yakınlaşırsam, abi başına elbette hiç kez bir söz yok, sözü değil. Minalanmış sahene diyelim düzgün eləməmişsin, bir elim baş üstə yaşar mən. Ne bileyim, posta atışma oldu, hamımız cumhurun orada, baş yaşar mən, necə deyirsin? Oturup akşam saat 11'de Eliyar Aliyev deyir ki, bu döyüş nizamnamesini ben başa düşürüm, okuyuram, Rusçayı yaxşı bilirəm. Ancak burada arkada skemler var, hiç bir şey başa düşmüyorum. Deyirəm Eliyar, 2-3 dəqiqədən sonra sen bu skemin akademik olacaksın, müdafiəni korunmasan. Sonra ne kadar oldu? Başa salan kalmış. Sonra ben de gece istirahat edeyim. Bütün zabitleri yedim. Ben de bu rahmetiydi. O olayla başa saldım. O yukarıda dağlar, o çaylar, dereler gitmemeliydi. Gitti ona göre ki başçı yok. Azerbaycan arazisinde 5 divizli dislokat olmuştu Sovyet ordusunda. Ne Ermenistan'da o kadar divizya yok idi. Ne de ki Gürcistan'da. Ulu Önder kaydandan sonra Nakşivan divizyasının bütün silah sursatlarını götürdü. Bugünkü ordu Ali Başkomandanımızın rehberliği altında ve Elekber Aliyev'in
o keçdiyi döyüşlərini təhlil edərək dünyada tarix bəraberi olmayan bir qələbə qazanmışdır. Mən sizə sadəcə xırda bir neçə epizod demək istəyirəm. Dünya ülkeleri Azerbaycan müharibesinden sonra araştırmaya başladılar. Dronlar necə istifade olunur? Hiç kez bilmedi. Amerika'nın ekspertleri deyir ki, mən gəlib bu milletin yüzüne de bakmak istedim. Bu Şuşa qalasına da necə dırmaşdılar ona bakmak istedim. Allah bizi sevir. Biz həddinə ziyalıyıq, tərbiyəliyik. Heç kəsə söz demərik. Ancaq biz əsəbləşlərində biz çox şey deyirik. Allah rəhmət eləsin. Allah balalarını korusun. Belə qəhrəmanların balaları çox olanda nəsillər qəhrəmanlarına dolur. Heç kəs Azərbaycanın bugün cürət edib bir hərəkət edə bilməz. Azərbaycan ordusu dünyanın 21-ci əsr ordusudur. Hal-hazırda mən Hərbi Akademiyada dərs verirəm. Yenə o bir Qubatlı generalı gəlib orada dərs keçir. Mənim verdiğim dərs müharibə və hərb məharətidir. Yəni sərkərdə necə qoşmalı bilməli. Allah sizi korusun. Yine biz Qubatlı torpağına qayda. Bəylə mən söz verib oralara gedib yenə gezəcəyik. O rəhmətliklərin orada şəhidlərin təbrik ziyarət edəcəyik. Qubatlı şəhərinə girən anısızı arzulayıram. Çıxış üçün söz verilir milli qəhrəman Ələkbər Əliyev. Ben şehidem, ölmemişim. Şehitler ölmezsin abi. Ölmemişim, yaşayıram. Dönüp vətən torpağına karışmışam. Sarılarak bayrağıma karışmışam. Ben şehidem, ölmemişim. Kime olup karışmışam vətənimin havasına. Cismin kötü bayraktan, ruhum elan sizinledir. Şirin bir hayala dönüp, kim kime nazlar, tez yerden kurtular. Ben şehidem, ölmemişim. Şiirlerde, gazellerde şairam. Resimlerde, filmlerde, eserlerde aşıram. Halkımın Can sağlığı arzulayıyorum. İndi isə sözü veririk Aslan Atakişiyev adına Muradxanlı Kənd Tam Orta Məktəbinin direktoru, direktor və şagirdləri komandasına. Buyurun, çıxışları olmalıdır. Buyursunlar. Şeyler seçmeyelim paylaşım. bu torpaktır şerefimiz, şanımız. Kurban olsun karışına canımız. Bu torpağın kıymetini bilmeli. Her karşında vardır şehidin kanı. Torpaq uğrunda gitti onun canı. Mərd oğlunu axtar, ara, sen tanı. Bu torpağın kıymetini bilmeli. Bu torpaqdır gözümüzün bebeği. Azad, hürrem, vətənimin dileği. Torpaq ile sızıldayır yüreği. Bu torpağın kıymetini bilmeli. Bu torpağın kıymetini bilmeli. Sənə zəfər yaraşır. Bugün hisslərim yarışır. Sevinçlə qəhər qarışır. Sən qalibsən Azərbaycan. Səmanda quşlar sevinir. Günəş
yüksələn bayrağım, qəlbimə qürur mənim. Ana vətən eşqi ilə ürəyim vurur mənim. Vətən andı içməyim, varlığımdan keçməyim, şəhid yolu seçməyim, müqəddəs diləyimdir. Mavi mənim göyümdür, yaşıl cənnət payımdır. Qanımda çimən torpaq, bugün mənim toyumdur. Dalğalan uca bayraq, min yaşa, ana torpaq, səni qanla suvarmaq, qədərim haqq sayılır. Ey adlı qəhrəman, adsız qəhrəman, qarşında yağılar, diz çöküb titrər, şükür sənə tərəf döndü dövran, daha nə itirsə, düşmən itirər. Gözünü yummadım soyuq səngərdə, gecələr bizim də yuxumuz azdı. Yeni tarix yazdın, zəfər qazandın. Başın uca olsun, ay canım gözüm. Vüsalar yetişdi, könül sevdası. Sayəndə güləcək Azərbaycanım. Gəldi Qarabağın, o xoş sədası. Gəldi Qarabağın, o xoş sədası. Müjdə ver ulduza, müjdə ver aya. Bu nə bir xəyaldır, nə də ki röya. Eşitsin kainat, eşitsin dünya. Biz qalib ölkənin vətəndaşıyıq. Düşmən iqqəsindən alışıb yansın. Bu üç rəngli bayraq hey dalğalansın. Millətim özünü qoy xoşbəxt sansın. Biz qalib ölkənin vətəndaşıyıq. Zaman səhvləri ilə batdı günaha, tarix ümidini verdi sabaha, itən qürurumuz qayıtdı daha. Biz qalib ölkənin vətəndaşıyıq, sevincdən titrəyir həm göyüm, yerim, yarım ürəyimi sizə göndərim. Siz Ali Baş Komandan, siz ey əskərim, biz qalib ölkənin vətəndaşıyıq, biz qalib ölkənin vətəndaşıyıq. Ələkbər Əliyev Bakı rayonu Aslan Atakişiyev və Qımratxanlı kənd orta məktəbinin şagirdi olmuşdur. Bu təhsil ocağında aldığı, qazandığı bilik və bacarıqlar onun vətənə qayğısına, vətənə məhəbbətini, dünya görüşünün formalaşmasında mühüm rol oynamışdır. Bu gün burada Ələkbər Əliyevin adının çəkilməsi həmin məktəbin bir şagirdi kimi mənim üçün çox fəxr və qürurludur. Mən fəxr edirəm ki, Ələkbər Əliyev kimi, Aslan Atakişiyev kimi bir milli qəhrəmanlarımızın təhsil aldığı bir tədris ocağında mən də təhsil olmuşam və fəaliyyətimi bu təhsil ocağında davam etdirirəm. Ələkbər Əliyev minlərlə Birinci Qarabağ Savaşında müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biridir. Onun qəhrəmanlığı haqqında burada çox danışıldı. Biz bir Azərbaycan vətəndaşı olaraq bütün şəhidlərimizin qarşısında baş əyirik, onların qızları qarşısında baş əyirik. Onların ailələrinə göstərdikləri o sözün mətanətə görə minnətdarlığımızı bildiririk. Nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki xalqımız yaşayır, hər zaman Mənim anamdır, vətən mənim ailəmdir, mən onu qorumalıyam. İndi bizim ölümlə çarpışan çağımızdır. Ölümün boğazından yapışan çağımızdır. Ölümlə tərcümansız danışan çağımızdır. Ana, alamızdır, vətən məni çağırır. Bu yolda eylənə ölüm haqqdır. Əbədi məzarımız bu torpaqdır. Vətən göyü dəyişməz, göy bayraqdır. Allahdır, ana, vətən məni çağırır. Bu səhra məhkəməsi bu onun qərarıdır. Bircə addım arkada soymit divarıdır. Bu yurtta yeri yox, haqqı yox.
Mən uzun illər Qubadlı rayon məhkəməsində çalışmışam və Qubadlıların necə dövlətə, dövlətçiliyə xidmət eləməsi və torpaqları necə sevməsi mən özüm şahid olmuşam. Ona görə bir daha sizin hər birinizi salamlayıram. Bu günləri mən şəhidimiz Ələkbər Əliyevin videolarına baxanda doğrudan da qəhərlənirəm və kövrəlirəm. Ona görə ki, bizim belə qəhrəman övladlar olub, belə qəhrəman vətəndaşlarımız olub. Onun orada necə videorolikdən də görsənir ki, necə bir vətənpərvər ruhunda olan bir insan, necə gözəl bir ailə başçısı olması doğrudan da ondan xəbər verir ki, Azərbaycan xalqı nə qədər qüdrətli xalqdır. Bəli, hörmətli alimimiz bəyax çox gözəl qeyd elədi. Məhz o dövrlərdə, 90-cı illərdə o dövrdə bilirsiniz ki, hakimiyyətdə olan AXC Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti dövrünə düşmüşdü. Amma buna baxmayaraq, Ələkbər kimi qəhrəmanlarımız sübut elədi ki, Azərbaycan xalqı necə qəhrəman bir xalqdır. Azərbaycan xalqı öz torpaqlarını necə sevir. Bəs o dövrdə onlar öz qəhrəmanlıqlarını, şücaətini göstərdilər və Azərbaycan xalqının qəhrəman xalq kimi dünyaya tanıdılar. Və bizim qədir bilən xalqımız Azərbaycan üstümüze milletin üstü olma ama o da bizim üstümüzde. O bizim milletin giriyetin üstünde. O da bizim lekede. Ələkbər Əliyev postlara gidenden, döyüş mövqedən giderken hamısı öz kəndçilərindən bir qızıl təşkil etmişdi. Rəhmətli Aslanın birlikdə, o da Murat Xan'ın, o da Xəndək, Murat Xan'ın olan bir bölüyü. Əvəzdən çıxırlar. Amma postdan sonra, döyüşdən sonra çıxır yerlər. Ələkbər Əliyev təzən qayıdır var. Gedin şimdi de bizim yok. Gerçekten bir hadise olarak döyüşürler. Biz yine burada olan biz de bunlarla gidiyorlar. Yani evimizin burada bulasın burada. Yakınlıktan geldi bizim evimize geçiyor. Yani onun için çok fedakarlık. Ahırlı dövüşlerden önce bir dövüş emelekler oldu. Yani ben bir defa demişim. Yaşar Məlum'un çıxışından sonra güzeldi. Elə güzel danışdı, elə güzel fotoğraf, elə güzel təsvir elədi ki, mən də istəyirəm ki, həm elə, həm də biraz fərqli bir fikrimi bildirim. Bilirsiniz, Azərbaycan müstəqillik qazanından sonra Azərbaycan müstəqilliyi istəməyən, onun müstəqilliyi boğmaq istəyən qüvvələr Azərbaycanın hər tərəfdən təsir edirlər ki, sərhəd kəndlərində, sərhəd mövqelərində atışmalar təşkil edirlər, müəyyən təxribatlar təşkil edirlər. O vaxtı Azərbaycanda 14 dənə ərazi müdafiə tablosu, Nazirlər Kabinetinin qərarı ilə ərazi müdafiə tabloları yaradıldı. Biri də Qubadlıda yaradıldı, 14 tablodan biri. Tabor sizə təsəvvür edin ki, silahların nədəni var. Silahlar səmi 10 dənə, 12 dənə predelt olmuş, düzəldilmiş avtomatlardan məktəblərdə uç etmək. Tədricən. O silahlardan az bir miqdarda sərhəd kəndlərində birinci mövqeyi sərhəd kəndlərində. Cibicdə, aşağı yuxarı, əhali köçməsin, əhali müdafiə olsun, təxribat olunmasın. Orada olan əhali, dinc əhaliyə müdafiə olmasın. Uğurla, istər sərhəddə, istər əhəyində, istər aşağı yuxarı cibicdə, uşaqda, istər Noğulda, digər ərazilərdə, istər Başarası olmasın.
Bizə Zinov müəlliməm, buyurun. Millətin içində yaşadığım üçün bilirəm ki, onlar bir o qədər döyüşkən və xalq deyirlər. Onlar çox qorxaq, başqalarına həmişə arxalanan, başqasının gücündən istifadə edən bir xalq idi. Onların da vasitəsilə bizim torpaqlarımıza hücum etdilər. Amma Ələkbər Əliyev kimi igidlərimiz, burada oturan zabitlərimiz, qazilərimiz, həmin dövrdə döyüşən bizim vətənpərvər oğullarımız silah az olsa da düşmənin qarşısına çıxdı. Və mən deyərdim ki, 44 günlük müharibənin qələbə... Salam, hər birinizi salamlayıram. Bakı şəhər Xətai rayon 204 nömrəli məktəbin müəllim kollektivi və şagirdlər adına hər birinizə salamlar gətirmişik. Bugün biz Ələkbər Əliyevin 70 illik yubileyinə toplaşmışıq. Doğrudan da şərəfli bir gün. Milli qəhrəmanımız Ələkbər Əliyev keçdiyi yol kaş hər birimizə qismət olardı. 1988-ci ildə hadisələr işləmə başlayanda demək olar ki, azınlaşmış mənfur düşmənlər Dağa, daşa, girem, kıram, her gün yoluna bakarım. Senin için çok tez kaybolurum. Yolunu gözleyecek dallar, şelaleler, buz bulanlar. Oğlum zaferle gaydar, oğlum zaferle gaydar. Sesindeydi belediye. Əliyara tabiydiler. Əliyar Əliyev də Nusret Namazova tabiydi. Belə deyək. Nusret Namazov da general, hörmətli general Yaşar müəllim dedi. Bunların hamısı da general Bərşatlıya silsilə ilə ora qədər gelib çatırdı. Yəni bunlar ibtidai formada, öz fəaliyyət formasında vuruşurlar, döyüşürlər, silah-suçlar yoxdur. Mən özümdən neçə dəfələrlə gecə posta dayanmışam, durmuşam, silahsız.